Salam dostlar, kanalıma xoş gəlmisiniz. Bugün yenə yeni bir vlogla qarşınızdayım. Alış-veriş etmişdik. Elə onları açarkən, baxarkən düşündüm ki, vlog hazırlayım. Həm mənə asan olsun, işlərimi tez-tez yerinə yetirmək, həm də sizin üçün maraqlı bir video alınsın. Ona görə də bu videoda ilk kadrlarda aldıqlarımı sizə bir göstərirəm. Belə qaşıq və çəngəl dəstləri almışam, ancaq çox da xoşlamadım, çünki çox nazik idi. Qiyməti ucuz idi, aldım, amma indi bəyənmirəm. Və digər aldıqlarım pişik üçün yemək, belə doğrama taxtası. Burada isə kremlər almışam. Son vaxtlar üzümə istifadə edirəm bu kremi. Bunlar isə əl üçündür. Saçlarımı boyayacağım, ona görə belə saç boyası almışam Garnierdən. Həmişə 6 ilə 5 alıram və qarışdırıram. Burada isə lakdır. Bunu isə qızım alıb, özü də rəngləyib Novruz xonçasına qoymaq üçün. Burada isə 2 ədəd belə bir qab var. İndi açıb sizə göstərəcəm. Gündəlik istifadə üçün fikirləşmişəm. Bəlkə hədiyyə də verdim. Hələ tam qərar verə bilməmişəm bunun haqqında. Amma qabları görəndə çox bəyəndim və almaq istədim. 2 ədəddir. Qiyməti də çox olduqca münasib idi. Səhv etmirəmsə 3 manat idi bir ədədi. Ona görə dərhal götürdüm. Daha sonra isə mətbəxə keçirəm, yemək hazırlayacağım və aldıqlarımı yerləşdirəcəm ilk öncə. Videonu montaj edərkən gördüm ki, çox uzun alınır. Küt bıçaqla kəsib doğramaq xeyli vaxt aparır. İstədim ki, videonu tezləşdirim. Amma videonu tezləşdirməmişdən öncə mən yoldaşımı köməyə çağırdım və dedim ki, bıçaqlar çox kütdür, kəsmir və mənim əməlli vaxtım alır. O da gəldi, sağ olsun, bütün bıçaqları itilədi. Daha sonra isə əti doğramağı öz öhdəsinə götürdü. Mən də fürsətdən istifadə elədim. Dedim ki, digər işləri görüm, çəkim prosesini yerinə yetirim. Çünki bu dəfə aldığımız ətin hər birini çəkəcəm, çəkilmiş ət kimi saxlayacağım və çəkilmiş ətdən hazırlanan yeməklər hazırlamağı düşünürəm. Qızım da çox sevir həmin yeməkləri, ona görə də belə eləməyi düşündüm. Artıq işlərimin bir çox hissəsini demək olar ki, yekunlaşdırmışam. Qalıb yemək hazırlamaq. Tez-tez edirəm ki, iftara çatdırım. Burada küftə hazırlayıram və yanında da pomidor yumurta edəcəm. Yoldaşım və mənim ən sevimli yeməyimizdir. Qızım da küftə xoşlayır. Ona görə onun da istədiyini, bizim də istədiyimiz hər ikisini eləməyi düşündüm. Onsuz da həftə sonudur. Vaxtım var. Burada isə qabları yuram, təmizləyirəm. Yeməyimiz hazır olsun. Artıq iftara çox az qalıb. Gedək yeməyimizi yeyək.
Mətbəxdəki təmizlik işlərini də yekunlaşdırıram artıq burada. Gedirəm süfrəni qurmağa. Çox acımışam. Onsuz da həftə sonu idi. Qızımı gimnastika dərsinə aparmışdıq. Oradan gələndə alış-veriş etmişdik. İşlərimiz çox olmuşdu, yorulmuşduq və həqiqətən özümü çox ac hiss edirəm. Ancaq mən oruç tutmuram, düzdür. Amma yemək yemədim ki, yoldaşımla birlikdə yeyərik. İndi isə işlərim yekunlaşdı. Çox yaxşı bir süfrə hazırladım evdə olan nemətlərlə. İndi əyləşib nuş edəcəyik. Allah hər kəsin tutduğu orucu qəbul etsin. İftardan sonra isə hamımız birlikdə zaman keçirdik. Daha sonra qızım yatmağa getdi və mən yoldaşımla son vaxtlar bu türk serialını izləyirəm. Bu seriala baxdıq. Daha sonra biz də yatmağa getdik. Ancaq siz bizdən ayrılmırsınız. Çünki vlogumuz davam edir. Növbəti gündən sizi salamlayıram. Qızıma söz vermişdim ki, evimizi Novruz abu-havasında bəzəyəcəm. Çünki yeni ilə aid dekorları yığışdıranda o heç istəmirdi. Deyirdi ki, evimiz belə maraqsız görünür. Mən də ona söz vermişdim ki, Novruzda da nəsə bir yenilik edəcəm ki, sənin xoşuna gəlsin. Ona görə də başlamışıq Novruz üçün nələrsə etməyə ki, evimiz fərqli bir abu-havada olsun. Belə əlimizdə olan kiçik bir şeylərlə evimizə yeni bir nəfəs abu-hava qatmaq istədik. Əvvəlcə divanın üzərinə belə kiçik döşəkçələr qoyduq. Üzünü isə belə milli naxışlı bir parçadan hazırlanmış döşək üzlükləri ilə bəzədik. Süfrəni də dəyişdik. Daha sonra belə bir Novruz xonçası hazırladıq. Buta formasındadır. Səməni aldıq və ətrafını bəzədik. Burada isə kiçik kosa, keçəl səmənimiz var. Onları qoyduq. Milli papaq. Məncə evimiz biraz daha isti oldu. Daha Novruzu xatırladan bir abu-hava yaratdı. Çiçəklərimiz də ki, bizim olmazsa olmazımızdır. Daim pəncərəmizin önündə belə gözəl açırlar. Onlara baxmaq da mənə zövq verir. Həqiqətən onları çox sevirəm. Belə, məncə evimiz yaxşı göründü. Siz necə, evinizi Novruza uyğun bəzəyirsiniz, yoxsa yox? Rəylərdə öz fikirlərinizi mənimlə bölüşərsiniz. Bugün həm də 8 martdır. Biz çoxlu hədiyyələr hazırlamışıq. Düzdür, bu dəfə hədiyyələrimizi çox da çəkmədik. Keçən il mən 8 marta aid gözəl bir vlog hazırlamışdım. Kimlərə hədiyyə almışam, nə hədiyyələr etmişəm. Həm də 8 martda mənim atamın ad günüdür. Atamın ad günü ilə bağlı da çox maraqlı bir vlog var səhifəmdə. Ancaq bu il onların heç birini etmədim. Həm təkrarçılıq olsun istəmədim. Həm də nədənsə bu dəfə o həvəs, o maraq yox idi. Ona görə də çəkiliş etməmişəm. Ancaq az öncə sizə hədiyyə göstərdim. O bir nəfərə aldığımız hədiyyə idi. Hər birini təqdim etmişdik. O qalmışdı. Onu da çəkdim, sizə göstərdim. Qızım aparacaq öz müəlliməsi üçün, sevimli müəllimlərindən birinə. Burada isə mən kompüterimə, dərslərimə baxıram. Daha sonra isə biz yola düşürük atamın ad gününə. Yolda yoldaşım bizim üçün belə çiçəklər almışdı. Bu mənim çiçəyimdir. Çox sağ olsun. Bütün bayramlarda, özəl günlərdə həmişə məni sevindirir. Çox diqqətlidir bu mövzularda və bu mənim çox xoşuma gəlir. Gedirik Tərtərə, atamın ad gününə və çox sevinirəm. Ora gedəndə doğmalarımı, əzizlərimi görürəm. Anam bizim üçün çox möhtəşəm bir süfrə açmışdı. Süfrədə nə desəniz var idi. Həm də ki, anamın yeməklərinin dadı möhtəşəmdir. O dadda, o ləzzətdə heç kim hazırlaya bilmir. Ona görə bu dadlı yeməklərdən yedik. Çox gözəl. Atama doğum günü qeyd edib, daha sonra isə evimizə geri döndük. Siz də vloqa sona qədər baxdığınız üçün hər birinizə çox təşəkkür edirəm. Sizinlə də burada sağollaşıram. Növbəti videolarda görüşənə qədər. Hələlik.